Allah bəzən özü söykəndiyimiz şeyləri bizdən alır. Bilirsiniz niyə görə? Görür ki, bədbəxt oluruq biz. Bu qəlb ki, 100 yerə şaxələnib, 100 istiqamətə yönəlib, bilir ki, bu qəlblə yaşasa hara gedib çıxacaq insan. Ona görə Allah görürsən ki, bütün söykəndiyimiz şeylərdən bizi məhrum eləyir. Biz görürük ki, ayaq üstə dayana bilmirik, yıxılırıq və deyirik ki, gərək sənə arxalanaq. Allah bunu istəyir yaratsın. Bəzən bütün söykəndiklərimizi çəkir kənara, biz yerə yıxılırıq. Mənəvi baxımdan əzilirik. Nəyi demək istəyir? Bəndəsini yaradıb onu alçaltsın, xeyr. Demək istəyir, mənə söykən, mənə arxalan. Mən varam, mən kifayət eləmirəm. Mən sizin üçün bəs eləyirəm.